Herkese salam dostlar, mən sizin müəlliminiz Günel Əlizadə. Bugün mən sizə həm IELTS-də, həm də doktorantura imtahanlarında düşən writing tasklarının növü olan table-ı izah edəcəm. Videomuz tamamilə Azərbaycan dilində olacaq, çünki videonun başında vurguladığım kimi bu video sadəcə IELTS öğrenciləri üçün deyil, həmçinin PhD öğrenciləri üçündür. Ona görə də videomuz tam başa düşülsün deyə tamamilə Azərbaycanca danışacağım. İlk öncə biz onu yadımıza salaq ki, writing task planında bizim deməli 4 izləməli olduğumuz xətt var idi. Biri paraphrase idi, digəri onun overall'uydu. Daha sonra detail paragraf gəlir və əlavə olaraq doktoranturalara görə biz conclusion hissəsində daxil edirik. İlk öncə gəlin baxaq, ana xəttimizi bir də təkrarlayaq. Deməli, belə eləsək, bu bizim paraphrasing hissəmizdir. Bura bizim overall hissəmizdir. Bura detail paragraph 1'dır. Bura detail paragraph 2'dur. Bura isə conclusion yazırıq. Burası fəaliyyət doktorantlar üçündür. İlk öncə həmişəki kimi nədən başlayırıq? Paraphrase edirik. Paraphrase nə idi? Biz cümlə strukturlarını dəyişdiririk, sözləri onların düzgün ekvivalentləri ilə dəyişdiririk, amma mənanı eyni şəkildə saxlamalıyıq. O zaman gəlin başlayaq paraphrasing hissəni eləməyə. Table verib zaten. Gəlin yazaq the given table. Şu an yerinə, məsəl üçün biz yaza bilərik compare. Nəyi compare edirik? Potatoes, cabbage and onion. Bu üçünü, bu üç tərəvəz növünü. Elə onların adını yazmaq yerinə gəlin yazaq vegetables. Və təbii ki, bu onların nəyini göstərir? Miqdarını, düzdürmü? Onu da gəlin yazaq. Compares the amount of vegetables. Okay, mən production sözünü onun fe'li sifət formasına əvəz eləmək istəyirəm. Deyirəm produced. In 5 countries da yaza bilərəm. Country'lərin adını da çəkə bilərəm. Artıq bizim öz işimiz qalıb. In 5 various gəlin yazaq. In 2012 yazdıq. Gəlin yazaq throughout 2012. Ya da ki during 2012. Okay, fikir verdiğiniz kimi biz burada ne elədik? Table'ımızın əvvəlinə bunun kimi fe'li sifət artırdıq. Given verilen table. Göstərim yerinə mən compare ifadəsini istifadə etdim. Production istifadə etmədim istehsal sözünü, sadəcə onun miqdarını, çünki həqiqətən də miqdarını biz burada eləyəcəyik, göstərəcəyik. Hətta mən burada compare sözünü yazmayayım, məsəl üçün tam ki yazsaydım ki describes the comparison of vegetables, yenə də heç bir şəkildə, yəni səhv olmayacaqdır. Paraphrase tamamilə bizə məxsusdur və biz onu istədiyimiz şəkildə dəyişdirə bilərik. Təbii ki, o mənaya xələl gətirmirsə. Produced yazdım, çünki biz bilirik ki, paraphrase eləyəndə ya nitq hissəsini dəyişdiririk, ya sözü digər sözünə əvəz edirik. Produced in 5 different yazmaq yerinə various yazdım. Countries yazdım. Hətta məsəl üçün belə yaza bilərdim ki, produced by 5 different nations. Çünki 5 müxtəlif ölkənin millətləri tərəfindən, yəni
cümlələrdir. Tam ki, bu hissə qalsın. Məsəl üçün, deyək ki, produced by 5 various, bu yazsın, nations, millətlər. From other parts of the world, from 5 parts of the world, belə yaza bilərik. By 5 different nations in the world during 2015. Yəni bu şəkildə də təbii ki yazmaq olar. Bu bizim parafraze hissəmiz. İndi isə nə edirik? Overall keçid alırıq. Overall hissəmizdə bizim 2 dənə qaydamız var idi. Hansılar idi? Ya ən böyük, ən kiçik nəzərə alırıq, ya da ki artıb azalanı. Bunu artıq mən qərarlaşdırıram. Hansı uyğundursa onun yolu ilə gedəcəm. Artıb azalan daha çox dinamik chartlarda olur. Yəni elə chartlar ki, orada tam ki illər verilir və illərə görə dəyişmə baş verir. Amma ki bizim hal-hazırda əlimizdə olan chart dinamik chart deyil. Çünki o mənə ümumiyyətlə hər hansısa bir il üzərində və ki il olmasın, bir ilin periodu olsun, aylar üzərində və s. heç bir şəkildə artıb azalmanı göstərmir. Sadəcə bir il ərzində, 2012-ci il ərzində nə qədər, necə deyim, vegetable'da, yəni 3 vegetable'ımız, potatoes, onions və cabbage istehsal olunub, onu göstərir, ölkələr üzrə göstərir. Table'ın çətin tərəfi ondadır ki, table'ın içində çox məlumat olur və yəni çox, necə deyim, rəqəmlər olur, çox rollar, yəni xanalar olur ki, bunu, necə deyim, tələbə qruplaşdırmağa çətinliyi çəkir. Amma yenə də 5 dəqiqəmizi biz qruplaşdırmağa ayırsaq, inanın ki, o 5 dəqiqə sizin üçün indi zaman etkisi görsənir, amma inanın ki, o ayırdığınız 5 dəqiqə sizə əlavə 10 dəqiqə qazandırır. Bu, başqa bir tərəfə. İndi gəlib baxaq, overall'umuzu yazmaq istəyirik, düzdürmü? Biz overall'umuzu vegetable'lar üzərindən də apara bilərik, countries üzərindən də apara bilərik. Mən baxıram ki, əgər vegetables'lar üzərindən aparsam, məsəl üçün, tutam ki, deyəcəm ki, ən çox fikir versəniz, ən çox 9214'dür, o da Çində istehsal olunub. Mən, məsəl üçün, yazanda deyə bilmərəm ki, bu il ərzində bütün ölkələrdə ən çox potatoes olunub, yəni ən çox potato verilib. Xeyr, məsəl üçün, o birislərə baxıram, ən çox potato olmayıb, baxın, dəyişir başqa ölkələr üzrə. Deməli, mən əgər vegetables'lar üzərindən getsəm, mən datamı yaza bilməyəcəm. Amma ölkələr üzərindən getsəm, datamı yaza bilərəm. Fikir verin, ümumiyyətlə bu 5 dənə ölkənin içərisində ən çox production edən hansı ölkədir? Təbii ki, biz gözüyumlu Çin deyəcəyik. Niyə? Fikir verin, 9214 milyon ton kartofdan götürüb, 3187 milyon ton kərbiçdən götürüb, 2602 milyon ton isə onionsdan götürüb, düzdür. Baxın, nə Rusiya ona onionda çata bilir, nə ki Brazil ona onionda çata bilir. Deməli, ümumiyyətlə 2012-ci il boyu ən çox bütün, necə deyim, vegetables'lar üzrə ən çox cultivation hara məxsusdur? Çinə məxsusdur. Okey, bunu bildik. Daha sonra bəs ən az, hər kəsdən ən azı deyə bilmərik. Fikir versəniz, hərəsinə görə məsələn dəyişir, düzdür? Amma mən burada, mənim üçün əsas cəhət sıfırlardır, fikir verin. İspaniya ilə Braziliyada sıfır qeydə alınıb. Biri onionda, biri isə kərbiçdə. O zaman mənim overall'um hazırdır. Overall nə deməkdir? Bütün datalar include olunmayacaq. Sadəcə ümumi cədvəl mənə hansı informasiyanı verirsə, mən onu orada qeyd edəcəm. Bu qədər bəsit. İndi o zaman biz başlayaq, gəlin overall'umuzu yazmağa. Artıq mən analiz eləmişəm.
Əlimdə data var və başlayıram artıq əlimdəki datanın cümlələrə tökülməsinə. Yazırıq ki, throughout bunu yazdım. Nöqtəli vergül yazmaq istəyirəm. However-dan ayırmaq istəyirəm. Yazdım mı however? Vergülümü də koydum. However və vurğulayıram. Sadəcə İspanya və Braziliya sıfır nə götürüblər? Production. İspanya bunu götürüb onion-la. Braziliya ise cabbage-la. Düzdür. O zaman qeyd edirəm. Ne İspanya, onion ekip, ne de Brezilya. Did not produced. Ardıcılıkla yazmalıyım. İspanya için ona göre onion yazacağım. Respectively yazıram. Bunun mənası ardıcıl olarak deməkdir. Bu artıq mənim nəyim oldu? Overall'um. Və parafrazimdən overall'u etdik. Parafrazimdə artıq tanışıq. Overall'umuzda nə dedik? Throughout the year, yəni mən burada 2012-ci il nəzərdə tutmuşam. Siz throughout 2012'da yazabilirsiniz. China gained significant dominance over 4 countries in terms of every 3 vegetable production. Ne demektir? Deyirəm ki, bütün il boyunca Çin necə deyim, önemli bir dominantlıq qazanmışdı qalan 4 ölkənin içərisində. Nə baxımından hər 3 vegetable production'ın baxımından. Ama İspanya ve Brezilya heç onion ve cabbage istehsal etmeyip ardıcıl olarak mütləq şəkildə ardıcılığı göstərməliyəm. Aydındır. Mən əgər birinci İspaniyanı sonra Braziliyanı vurgulamışamsa, ona uyğun olarak birinci İspanyaya ait olanı, daha sonra ise Brazilyaya ait olanı vurgulamalıyım. Bu dəqiqlik cəhətdən sizə bal getirəcək. İndi isə başlayaq detail paragrafları yazmağa. Detail paragrafları yazarkən artıq necə deyim, qruplaşdırma yenə də bizə məxsusdur. Necə şəkildə qruplaşdıracağımıza özümüz qərar verərik. Hal-hazırda mən baxıram ki, mən istədiyim şəkildə qruplaşdıra bilərəm təbii ki. Necə deyim,
oblaslar üzrə qruplaşdıraram, istəyirəm ölkələr üzrə. O artıq mənim seçimimdir. O zaman gəlin başlayaq. Mənim seçimim nədir? Mən istəyirəm China və Russia haqqında bir paragrafda yazım. İrlandiya, İspaniya və Braziliya haqqında bir paragrafda yazım. Çinlə Rusiyanı daha doğrusu bütün necə deyim, vegetable cəhətdən müqayisə edəcəm. Amma qalan 3 ölkə isə hansı vegetable daha çox istehsal edib, yəni hansı vegetable üzərində dominantlığı var, o şəkildə verəcəm. Çünki mənə asan gələn yol odur. Bizim işimiz nədir? İşimizi asanlaşdırmaq və datanı, necə deyim, hər şeyi vurğulamadan, amma oxuyaraq hər şeyi əhatə etmiş şəkildə. Yəni, examiner görməlidir ki, okey, mən tutalım ki, yazmışam ki, 10 yılda, nə bilim, qalan 3 ölkə içərisindədirəm. Məsəl üçün deyirəm ki, bir dənə, tam ki, İrlandiya baxıram, kartofu, məsəl üçün deyirəm, 72-dir, 2-dir, Braziliya 3-dür. Məsəl üçün deyirəm ki, İrlandiya kartof istehsalında ötmüşdür qalan 2 ölkəni. Məsəl üçün. İndi gəlin daha yaxından başqa detail paragrafımızı yazmağa. Detail paragraf 1, birincini yazırıq. Başlayacağım Çindən yazmağa. Və hər ölkənin ayrı-ayrılıqda yazılmasının daha çox tərəfdarıyam. Çünki elə olanda, necə deyim, data, yəni bir növ qarışıq görsənmir. Period, during the period. Mən burada cultivation ifadəsini yazmaq istəyirəm. Cultivate feili əkmək, becərmək mənasındadır. Mən də onu yazmaq istəyirəm. Demək istəyirəm ki, Çinin potato cultivationu həqiqətən də onun, necə deyim, cabbage və onionda olan cultivation'da ötmüşdür, düzdürmü? Ən çox 9214'dən potatodur. Mən də onu qeyd edirəm ki, cultivation exceeded deyirəm ki, Çin potato istehsalında deməli özünün cabbage və onion istehsalını, necə deyim, geridə qoydu. Özünün, necə deyim, 9214 milyon ton pikinə çataraq və digər tərəfdən də qeyd edirəm, moreover, artıq məsələn deyim ki, Çinlilər, burada artıq məsələn parafraz edib, deyim Çinlilər 3187 milyon ton cabbage, 2602 milyon ton isə onion, necə deyim, becərmişdilər. Becərmək feilinə raise yaza bilərəm, grew yaza bilərəm, cultivated,
İstənilən birini yaza bilərəm. Gəlin yazaq qırıq. Plant da yaza bilərəm. Mən planet yazaq. Okey, bunu yazdık. Daha sonra gəlin Rusiyadan bəhs edək. Rusiyanın ən yüksək production'ı Cabbage-də idi. Ona görə gəlin yazaq ki, deməli, Cabbage 2675 milyon tonu təşkil edirdi ümumi production'ı. In Russia yazaq ki, bilinsin. While deməli, Cabbage-i yazdıq, düzdürmü Rusya üçün? Diyelim ki, onion və potato 2039 milliton və 30 millitondan responsible idi. Gəlin yazaq. Ardıcıl olarak yazmalıyıq. Burada ise qeyd etdik ki, bunun yanı sıra onionlar ve cabbage'ler plant production'ı belki plantasiyanın 2039 ve 30 milyon tonundan sorumlu idiler. Yani o oradan gelmişti. Bura bitti. Birinci detail paragrafımız bitti. Daha sonra ikinci detail paragrafa baxırıq. Artıq qalan bölgə. İrlandiya, İspanya ve Brezilya'dan danışırıq. Artıq buranı silək və o birlərdən danışaq. Məsəl üçün, buraya giriş versək, deyərik ki, talking about the rest. Giriş verək ki, artıq biz digər paragrafa başlamışıq. Yəni, birbaşa məlumata girməyək ki, necə deyim, bu bizim üçün səhv tutula bilər ki, yəni bunu qoydum, nəyi danışırsam. Ona görə də konnektorlarımızı, linking wordslərimizi bacara bildiyimiz qədər daha yaxşı istifadə etməliyik. Talking about the rest, tutalım ki, deyəlim ki, as for the Irish gəlin yazaq. Yəni, İrlandiyalılara gəldikdə, deməli, gəlin deyək ki, o potato istehsalında nə experience elədi? 72 milyon tonluq production experience elədi. They
cultivation. Cultivation. Whereas bunları qeyd etmək istəmirəm. Gəlin İspaniyadan danışaq. İspaniya ən çox nədən götürüb? Cabbage. Düzdürmü? Gəlin yazaq. Bu 200'dür. Elə deyil. Mən bunu 200 olaraq yazmaq istəmirəm. İstəyirəm approximation'la yazım. 200 mən bilirəm ki 100'dən 2% qədər çoxdur. Düzdür. Onu da gəlin yazaq. Well above 800. Həmçinin biz rəqəmləri də biz bilirik ki, nəyə bilirik? Parafraz edə bilirik. Cabbage. Bura getdim. İndi Braziliyadan danışaq. Braziliya isə fikir versəniz, bu üç ölkə arasında ən çox oniondan və dəhşət şəkildə, yəni çox dramatik şəkildə böyükdür. O zaman yəni deyək ki, arxada qoydu digər üç ölkəni. Nəyə görə? Onionun plantasiyasına görə. Aha. On the other hand yazaq keçidirək. Onions. ...1417'dir. 1417 mindən çox da böyük deyil. Aha. Burada ne yazdı? Diğer taraftan Brezilya, İrlandiyanı ve İspanya'nı çok geride koydu. Onion plantasiyasında, yani onionun yetiştirilmesinde özünün en yüksek amountuna, yani mindən biraz yukarı olarak, yani amountuna çatarak, mindən biraz yukarıda 1417. Ona göre de biz yazdık over 1000. Okay? Bu da bizim detail paragraflarımızın sonu. In
Altında istəsəz həmçinin qeyd edə bilərsiniz. 0 Braziliya ilə Onionu istəsəniz qeyd edin, istəməsəniz qeyd etməyin. In conclusion, bu sadəcə doktorantlar üçündür. In conclusion nə deyək? Çinlilər daha məhsuldardırlar hər üç vegetable'ın yetişdirilməsində. Sadəcə Braziliya və İspanya onion və kəmbic yetişdirilməsində məhsuldarlıq göstərməyiblər. Bu şəkildə qeyd edə bilərik. Harvesting gəlin yazaq. Distinct isə fərqli deməkdir. In distinct in harvesting spring vegetables. But qeyd edək. Brazilia'nın birinci yazdığım için kəmbic yazacaq. Burada ne yazdım? Contribute, töhfə vermək, mənfəət bu mənada. Yəni hiçbir şəkildə nə onion production'dan, nə də cabbage production'dan hiçbir şəkildə öz töhfəsini verməyib. Bu da belə bizim table'ımız. Bugünlük məndən bu qədər. Ümidvaram ki, bu sizin üçün çox faydalı bir content oldu. Və həmçinin bunu da ümid edirəm ki, istifadə etdiyim sözlər, sonra söz birləşmələri, paraphrasing yolları, overall yazmaq yolu sizə yəni nəyisə öyrədə bildi və inşallah ki, siz də göstərdiyim şəkildə yazaraq həm öz skorunuzu artırarsınız, həm də yazınızı daha da yaxşı bir level çatdırarsınız. Sizə uğurlar arzulayıram. Hələlik.